Necə başladı sizin üçün müharibə? Mən iki oğlum, ikisi də əskər idi əslində oğlanlarım. Bir gün işə gedirdim, gördüm klubun qabağında yığılıb nə qədər adamlar. Mənim oğlanlarım da əskər. Elə o gün, bax, sentyabrın 26-sı, 25-i belə günü idi. Yaxınlaşdım, sözümü deyə bilmədim də polisə ki, burada nə olub deyə. Bilirəm, oğlanlarım əskərdir, nəsə ola bilər. Heç nə, o gündən həyatım söndü desəm. Dedilər, hazırlıq. Toplanışdı. Dedilər, hə, hazırlıqdır hələ ki, uşaqları yığırıq, heç nə yoxdur. Heç nə. O gündən sonra, 12 gün sonra oğlum şəhid oldu. 12 gün sonra, 12 gün döyüşdə iştirak elədi, amma bir ilin əskəri idi İzzət. O bir oğlum da əskəri idi həmin. Müddətli həqiqi hərbi xidmət keçirdi. Bəli, bəli, Elifində, İzzətdə. İzzət əskər gedəndə oktyabr ayı idi. Dönüşü də oktyabr ayı oldu. Bir ilin əskəri idi. İzzət əskərlikdən dönəndən sonra Elvinim 7 ay orada qaldı. Xidmət etdi. 2 il xidmət elədi. Belə. Müharibədən sonra 2 il xidmət elədi. Mən yəni bir dənə təsəvvüründə bir oğlun şəhid olub, biri də yenə də müharibə dövründə orada. Yəni çox ağır günlər yaşadım. Hamı kimi də, hamı kimi. Deyirsiniz indi 5 ildir bu sentyabr ayları, amma mənim üçün 5 ildə hər gün eyni acıdır, amma qürurlu durmağa çalışıram. Məcburam. 3 oğlum var mənim. Yəni İzzətə öldü sözünü dedirtmirəm. Yenə də mənim 3 oğlum var, yenə də onu yaşadıram. Yenə də onun üçün hər şey eləyirəm. 3 oğula baxıram. İzzətin döyüşdüyü istiqamətləri bilirsinizmi? Məlumatınız var mı? Hansı istiqamətlərdə olub? Füzulidə idi, İzzət Qaraxanbəylidə şəhid olub. İzzət o qədər yaxşı əskər olubdu ki, komandiri gəldi bizə dedi ki, İzzət şəhid olandan sonra gəldilər bizim cəhbəyə ki, buranın ən yaxşı əskəri kimdirsə ona orden veriləcək. İzzətin bayraq ordeni var, bilirsiniz, milli qəhrəmandan sonra olan statusdur. Orada deyir, hamı İzzətin adını çəkdi ki, İzzətə veriləcək. Elə Sumqayıtda həmin ərəfələrdə elə ilk İzzətin adı çəkilib. Birinci orden İzzətə verilib, bayraq ordeni. İzzət yəni o qədər cəsur döyüşçü olub, qorxmaz. 19-20 yaşında o qədər şeylər eləyib, heç qorxmadı da. O axırıncı sözü inanırsınız ki, elə adamlar da olub da, yəni çəkinmək istəyib, qorxub, ya nəsə qurtar. Amma İzzət elə son günə kimi hər şey yaxşıdır. Axırıncı zəngində də sözü oldu ki, mən keşkə şəhid olsam, anam, mən vətənin, Elvin Nurlan sənin. Elə də oldu. Bəli, çətindir bir ana üçün övlad acısı, həqiqətən də belə məqamda sözlər acizdir. Mən ifadə edəməyəm. Yenə də elə adam var, mən sözümə işləyirəm, məcburam işləməyə, çünki övladlarım var. Mən tək İzzətin anası deyiləm, Elvinə də borcum var, Nurlana da borcum var, onları da yaşatmalıyam, baxmalıyam. Baxdım ki, yox, mən çökürəm, ayaqda durmaq məcburiyyətindəyəm, övladlarım var. İzzəti də yaşatmaq üçün yaşamalıyam. Onun üçün, yəni biz ciddən, düzdür, ağırdır, mən acını yaşayıram, amma ciddən bu elə bir şərəflidir ki, qürurludur ki, yəni hər kəsə nəsib olmaz. Ciddən hər kəsə nəsib olmaz. Bu 5 ildir mən bunu elə yaşamışam, bilirəm də bu, yəni, bəlkə də əvvəllər olsa mən şəhid bilmirik də nədir, yəni onun o qədər yaşamışam, gözümlə görmüşəm də İzzəti şəhid olandan sonra. Axır, bilirəm ki, onların məqamı çox yüksəkdir. Çox. Bu dünyada kimdən asılı, heç kim onlardan yüksək ola bilməz bu dünyada. Doğrudur. Bəziləri üçün, ümumiyyətlə, bunu yaşamayan insanlar üçün adi bir sual ola bilər, amma bilirəm sizin üçün ağır sualdır. Sadəcə biz qəhrəmanlarımızı işıqlandırmağa çalışırıq, onları təbliğ etməyə, təşviq etməyə, gənclərimizi və xalqımızı bu barədə məlumatlandırmağa çalışırıq. İzzətin şəhid olmaq xəbərini necə aldınız? İzzət şəhid olmamışdan bir gün qabaq mən yuxu gördüm, düzün desəm. Mən analar hiss eləyir, eşitmişdim, başıma gəlməmişdi. Yuxuda gördüm, işdəyəm, formada İzzətlə Nurlan balaca oğlum gəlir. Birdən İzzət yola çıxır. Elvin Nunu gəlir.
Yatdım, durdum, o yuxu yadıma düşdü. O günü demək İzzət şəhid olub. Durdum, hamıya zəng elədim, İzzətdən gələn bütün zəngləri yığdım. Mənə cavab olmadı, amma bir axşam üstü idi. Mənə də çox zənglər gəlir. Deyirəm, yox, elə bir hiss eləyirəm də, ürəyimdən nəsə qopub. Yox, bizi nəsə olub. Bir dənə uşaq yığdı məni, dedi. Dedim, nə olar İzzətə ver? Dedi, aşağıdadır, danışa bilmir, amma cavabı mənə verə bilmirdi. Sonra heç nə cavab mənə dedi, siz narahat olmayın, İzzət axşam gələcək, sizə danışacaq. Biraz alışdıra deməyə çalışır. Yenə də başa düşmək, çünki qəbul eləmək istəmirəm, axı heç bir ana kim qəbul eləmək istəyər. Sonra qardaşlarım getdilər. Heç nə, gördüm, telefonla zəng gəldi evə, xalam qızı ağlayır, bildim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bayaq çox gözəl vurğuladınız. Onlardan üstün bir məqam yoxdur. Yox, ola da bilməz. Onu da qeyd eləmək istəyirəm ki, hətta bizim dinimizdə də buyurulur ki, onlara ölü deməyin, onlar diridirlər. O sözü hardasa deyəndə belə mən xətmə dəyir. Heç kim ona ölü deməsin, onlar ölməyib. Onlar bizim aramızdadılar, onlar ən uca məqamdadılar və başımızın tacıdırlar və onlarla bərabər onları böyüdən valideynlərimiz də, xüsusilə şəhid anaları, mən düşünürəm ki, bunu hər efirimizdə istənilən şəhid anası ilə və yaxud şəhid yoldaşı ilə və yaxud yaxını ilə söhbətimdə deyirəm ki, onlar bütün Azərbaycan xalqının anasıdırlar. Siz təkcə şəhidimiz İzzət Həmidovun anası deyilsiniz. Biz hamımız sizin övladlarınızı, oğullarınızı. Özünü əsl kişi kimi bilən, qeyrətli oğulların anasıyıq. Bəli. Əsl. Yəni, doğrudur. Ciddən, yəni o hər adama şamil deyil, elə hər adam şəhid nədir bilmir. Yəni çox adam, belə bunu da vurğulayım, çox adam şəhid anası görəndə istəyirlər ki, onlar beli bükülsün, pis olsun, ölsün, yaşamasın. Niyə beli bükülməlidir? Başını ən uca tutmalı olan şəxslərdir məsələ. İçdən mənim qədər məhv olan ikinci insan bəlkə də yoxdur, amma mən heç kimin qabağında əyilməmişəm, dik durmuşam və onun adını məni bilənlər də bilir, 5 ildir. Sevmirəm, belə deyək, mən işləyirəm, tax kimsə gəlir, deyir ki, mən şəhidin qohumuyam, tax ki, nəyisə aşağı qiymət. Bizim şəhidlərimiz o qədər ucuz deyil, yəni mən onun adını heç bir şəkildə, heç yerdə çəkmək istəyirəm. Hansı sahə üzrə çalışırsınız? Mən dərziyəm, 25 ildir, 3 oğlumu bax elə böyütmüşəm, tək başına. Tək böyütmüsünüz? 3 oğul, bəli, 3'ü də maşallah olsun, bir-birindən ağıllı. İndi bir oğlum da 11-ci sinifə keçdi, inşallah bir məktəbi qutaracaq. O bir oğlum da 24 yaşı var. Maşallah çox, mən uşaqlarıma qarşı çox diqqətliyəm. Bilən bilir, onlar mənim hər şeyimdir, nəfəsimdir. Onlar üçün əlimdən gələn artığın eləyirəm ki, kimsəyə əyməyim. Sözün əsl mənasında elə qəhrəman anasız. Mən sizi bu obrazda görürəm. Qaydacağıq söhbətimizə, keçid almaq istəyirəm növbəti qonağımıza. Jurnalist Sərvər Abdullayev, hansı ki, müharibənin canlı şahididir və müharibə başlayandan bitənə qədər bildiyim qədər müharibənin elə bir istiqaməti yoxdur ki, orada fəaliyyət göstərməsin, həmçinin həmkarımdır. Hərbi jurnalistikada və həmin ağır günlərdə baxmayaraq ki, hərbi